Salam, kanalıma xoş gəlmisiniz. Bugünkü videoda mən sizə otaqda, mətbəximdə, pəncərə önündə, dibçəklərdə reyhanı necə cücərtmişəm ondan bəhs edəcəm ki, siz də istəsəniz yararlana bilərsiniz. Yayda bağçadan topladığım, rayondan topladığım reyhanın güllərini qurutmuşdum. İndi onun güllərdən toxumları çıxardıram. Bu cür toxumları çıxardıram. Baxın, qara küncüt dənəsindən biraz böyük ölçüdə olub. Bu toxumları əkəcəm, amma bunu şərbət üçün də istifadə etmək olur. Gəncə zonasında ən çox şərbətə bundan istifadə edirlər, qatırlar. Yumurtanın saxlama qabına istifadə edirəm. Əvvəlcə yuyub qurutmuşam. Sonra onun diblərində dəliklər açacağam və o biri qabın içərisinə suyunun tam getməməsi üçün o biri qabın içərisinə yerləşdirirəm. Gördüyünüz kimi torflu torpaqdan istifadə edirəm. Yarımçıq doldururam yuvaları. Üzərinə toxumlardan səpirəm və yenə də üzərinə torpaq örtəcəm. Üzərini torpaqla örtəcəm. Torpağımız münbit torpaqdır. Bərabər paylaşdırıram toxumları və sulayıram. Nəmliyi yaxşı saxlamaqdan ötürü bir həftəyə qədər polietilen torbada saxlayırıq və o torbanı da dəşəkləyirik. Bir həftədən sonra belə cücərtilər olur. Artıq keçirtmişəm gülün dibinə. Burada səpmişdim, həm də gülün dibinə də keçirtmişəm. Bir həftəyə bu cür cücərtilər olur. Bu artıq 10 günlük, 8-10 günlük deməli cücərtilərdə artıq reyhanın rəngi də üstündədir, qoxusu da hiss olunur. Əvvəlcə belə idi, son bu cür. Və indi artıq 12 gün keçib, əməl başlı reyhan əmələ gəlib, qoxusu da görünür, hiss olunur. Daha doğrusu görüntüsü də öz rəngində. Otağa da həm estetik zövq gözəllik verir, həm də qoxusu hər yerə yayılıb, həm də istifadə etmək üçün də yararlıdır. Məncə biz də evimizin, pəncərəmizin qarşısında belə bir bağça yarada bilərik. Çox gözəl görsənir. Buyurun, videoda gördüklərinizdən siz də yararlanın. Heç zaman yorulmayasınız.